Salam. Yeni Dünya Nizamına Doğru mövzusunda ADA Universitetində keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev də iştirak edib. Bu forumda çıxışı zamanı Azərbaycan-Qərb, Ermənistanla münasibətlər və bir çox məsələlərə toxunub. ABŞ-la münasibətlər haqqında danışan İlham Əliyev deyib ki, Ermənistan hakimiyyəti ABŞ-da demokratların hakimiyyətdən getməsi və Trumpın prezident seçilməsindən xeyli məyus olublar. Ermənistanda ümid edirdilər ki, ABŞ-da seçkilərdən sonra demokratların hakimiyyəti davam edəcək. Ancaq Trumpın prezident seçilməsi onları ciddi şəkildə məyus etdi, prezident deyib. Keçmiş diplomat, siyasi şərhçi Arif Şahmarlı deyir ki, İlham Əliyev indiki ABŞ administrasiyasına böyük ümidlər bəsləyir. Amma hələ ki, iki hökumət arasında hər hansı ciddi yaxınlaşma görünməyib. Bu sadəcə İlham Əliyevin arzusudur. Yəni bu administrasiya ümumiyyətlə biz görürük ki, bölgə ilə bağlı Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı belə indiki administrasiya daha çox Türkiyə ilə müzakirə apardığını görürük. Biz görürük ki, Hakan Fidanla görüşdə, digər görüşlərdə də qeyd edilir ki, Azərbaycan görüş zamanı Azərbaycan-Ermənistan münasibətləri müzakirə edilmişdi. Yəni mən indiyənə kimi görməmişəm ki, hardasa indiki administrasiyanın, yəni Witkoffdan başqa o da uçuş, yəni Moskvadan geri qayıdaraq Bakıda enib. Deməli, bu onu göstərir ki, hələlik bilirsiniz, İlham Əliyev öncədən bəyan edir ki, az qala belə bir yeni administrasiyaya böyük bir ümidlər bəsləyir, yeni administrasiya ilə hansısa böyük bir əlaqə. Amma biz Paşinyan biz görmüşük ki, həmi Marko Rubio ilə telefon danışığı olubdu. Mən anlayıram ki, Amerika Milli Kongresi, yəni Amerikada olan Erməni Kongresi indiki administrasiya ilə daha geniş münasibətlər və daha çox fəallıq biz izləmək olar. Mən düşünürəm ki, bu bir arzudur, nəinki real bir vəziyyət. Hələlik mən yenə deyirəm, nə rəsmi İlham Əliyevin hansısa bir çərçivələrdə nə səfəri baş veribdir. İlham Əliyev deyir ki, bu keçmiş administrasiya tələsik strateji saciş almışdı. Amma bu saciş artıq yeni administrasiyanın komandası artıq fəaliyyətə başlamışdı və bu saciş də razılaşdırılmış şəkildə imzalanmışdı. Yəni burada düşünmək ki, yəni yeni administrasiya hansısa Azərbaycan-Ermənistan məsələsində fərqli münasibət göstərmək iddiası bu hələlik əsassızdır. Ən azı biz bunun hansısa bir görüntüsünü görmürük, hansısa bir bu məsələdə Azərbaycan mövqeyini dəstəkləməsi ilə də bağlı bir heç də görməmişik. Şimali Karolina Universitetinin professoru, siyasi şərhçi Əli Əsgərli deyir ki, İlham Əliyevin dedikləri qismən doğrudur. Demokratların hakimiyyətdən getməsi Paşinyanı məyus edə bilər. Çünki iki hökumət ciddi tərəfdaşlığa doğru addımlayırdı. Amma ABŞ-da Trump hökumətinin qurulması da Ermənistanın ümumi siyasətinə ciddi təsir göstərməyəcək. Paşinyan, məsələn, Zelenskidən fərqli olaraq Biden'a aşırı dərəcədə yaxınlaşmadı. Biden'a aşırı dərəcədə yaxınlaşmış olan hər kəs bilirsiniz Trump'ı qıcıqlandırdı və bunun nəticəsini gördük biz yaxın keçmişdə Ağ Evdə Zelenskinin ziyarəti sırasında. Yəni Paşinyan o vəziyyətdə düşəcək dərəcədə qabağa getmədi. Məyus olmuş ola bilər. Yalnız yəni ciddi bir şəkildə bunun Ermənistanın təsir olacağını düşünmürəm. Bir də bir şey qeyd edeyim. Bilirsiniz ki, Ermənistan özünün ən böyük dəstəyini Amerikadakı diasporasından alır. Gerçi bu diaspora Erməni diasporası Paşinyanı dəstəkləmədi. İllərdən bəri dəstəkləmir ciddi şəkildə. Amma yenə Ermənistan dövləti onları çox maraqlandırır. Bilirsiniz ki, onlar da seçki sırasında bir bəyanat imzaladılar, bir bəyanatla çıxış elədilər. Onlar dedilər ki, biz heç kimin tərəfini tutmuruq. Nə respublikaçıların, nə də demokratların. Yəni biz neytral bir vəziyyətdəyik. Təxminən Paşinyan da eyni siyasət həyata keçirdi demək olar. Bu mənada mən qismən razıyam Azərbaycan prezidentinin sözləri ilə.
Amma bunun yenə deyirəm, Ermənistan çox ciddi bir təsir olacağını təxmin eləmirəm, təsəvvür eləmirəm. Tədbirdə Azərbaycanın Cənubi Qafqazın aparıcı ölkəsi, qlobal Cənubun bir hissəsi olduğunu qeyd edən prezident bildirib ki, Azərbaycanın qoşulmama hərəkatında güclü mövqeyi var. Mərkəzi Asiya ilə yaxşı əlaqələri var. O, Azərbaycanın iqtisadi baxımdan güclü, enerji resurslarına, eləcə də ordusunun döyüş meydanında sübuta yetirilmiş gücə malik olan ölkə olduğunu vurğulayıb. Buna görə biz Birləşmiş Ştatlar üçün mühüm tərəfdaş ola bilərik. Arif Şahmarlı deyir ki, ABŞ çalışır ki, öz enerjisini, sıxılmış qaz və neftini özü Avropaya satsın. Digər enerji satan ölkələr ABŞ üçün rəqibdir. Amma Azərbaycanla strateji tərəfdaşlıq İranla qonşu olduğuna görə ola bilər. Bu da İsrailin maraqları üçün əsasdır. Elə Əli Əskərli də düşünür ki, Azərbaycanın İranla qonşu olması İsrail üçün strateji əhəmiyyətlidir və ABŞ da İsrailə görə bunu edə bilər. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının yer üzündə ən yaxın müttəfiqi İsraildir. Bəzən İsrailə kiçik Amerika deyirlər. Yəni İsrail nə istəyirsə Amerika da onu istəyir və yaxud da Amerika İsrailin bəzən siyasətinə yön verir. Amma yön verə bilsə də, verə bilməsə də bilirsiniz ki, dəstək verir İsrailə həmişə. Bunun səbəbləri var təbii ki, bunun səbəblərinə çox girməyək, amma Yəhudi lobbisi çox qüvvətlidir Amerikada. Bəlkə də dünyanı idarə edirlər, nəinki Amerikanı. Bu mənada İsraildən ötürü Amerika Azərbaycanla strateji müttəfiq olmaq istəyər. Yəni Azərbaycanın iqtisadi gücünə görə yox, enerji qaynaqlarına görə yox ki, bunların da rolu var. Yəni bunları tamamilə sıfır saymaq düzgün olmaz. Əsasən ona görə ki, Azərbaycanla İsrail çox yaxındır. İsrail Azərbaycanı Amerikaya yaxınlaşdırmağa çalışır. Azərbaycanın biz görə bilsək də, görə bilməsək də bəzən çoxunu görmürük. Azərbaycanın lobbiçiliyini eləyir Amerikan nəzdində. İsrail eləyir bunu. Müxtəlif vasitələrlə eləyir. Həm hökumət vasitəsilə eləyir, həm də qeyri-hökumət aktyorları vasitəsilə eləyir. Məsələn, bu yaxınlarda 100-ə yaxın, təxminən 85 din xadimi, Yəhudi din xadimi ki, Amerikada, Kanadada və Orta Şərqdə çox ciddi nüfuza sahib olan insanlardır. Onlar, məsələn, Amerikan prezidentinə bir məktub göndərdilər. Azərbaycanın Avram müqavilələrinə qoşulmasını istədilər. Oysa ki, Avram ya da İbrahimi müqavilələrinin məqsədi Ərəb dövlətləri ilə İsrailin arasındakı münasibətləri normallaşdırmaqdan ibarətdir. Azərbaycan bir Ərəb ölkəsi deyil və Azərbaycanın İsrail ilə münasibətləri çox yaxşıdır. Yəni Azərbaycanın belə bir müqaviləyə qoşulmağa ehtiyacı yoxdur əslində, amma bunu istəyirlər. Demək ki, dolayısı bir yolla Azərbaycanın müxtəlif problemlərinin həllində Amerikanın rolunu istəyirlər.